An ancient land at the crossroads of Europe and Central Asia. Some say the Garden of Eden was here. It is a land rich in history and blessed with abundant natural resources. This is Azerbaijan, a land which, after decades of communist rule, is today witnessing a resurgence of faith in Islam. Azerbaijan embraced Islam when Arab invaders brought the religion to the region in the 7th century. Faith in Islam took firm root here until the region came under the control of the Soviet Union in the 1920s. This marked the start of an era in which atheism became state policy. Many Muslim leaders were exiled or killed. Mosques were closed or destroyed. Despite years of state oppression towards religion, many people here in Azerbaijan held on to their faith. Since regaining independence in 1991, many Azerbaijanis have once again turned to Islam, seeking to reassert their identity and fill the ideological vacuum left behind by the collapse of the Soviet Union. This is Samira Salamova, a 31-year-old mother of 2. She is one of the Muslims who will be traveling from Azerbaijan to perform the Hajj pilgrimage in Mecca. Before leaving, she is off to visit her mother. Namaza başlamışam 12-13 yaşında. Evde kılıp denen nenem 115 yaşında. Babamın nenesi. O hem Kur'an okuyurdu, hem namaz kılırdı. Sonra mektep vakti ben de gittim Kur'an dersine. Onda demiyorlar ki icazə verilmirdi. Yani həvəsim var idi, gittim. Samira was exposed to Islam from an early age. As a teenager, she started going to the mosque, where she learned how to read and write Arabic. It was her great-grandmother who strongly influenced and shaped her faith. Şəkil kimlərdə olmalıdır, prosta biz bilmirik indi kimdə. Bəlkə mənim özümdə də hardasa var, yəni ki, hər şey belə... Neçənci də rəhmətə gedir? Bilməli, biz onu qoca nənə deyirdik də, o rəhmətə gedib 1880... Yox, rəhmətə getməyi. 3-cü ildə. 1870-ci ildə anadan olub. Samira is part of Azerbaijan's majority 95% population who consider themselves Muslim. But more significantly, she belongs to a minority who actually practice the religion. Older Muslims, like her mother, have lived their lives without observing the Islamic codes, and more often than not, don't feel the need to start now. Yet Samira's mother still desires what every Muslim wants.
yaşım. 6-7 yaşı var idi. Düzdür o vaxtlarda o namaz qılmağı zaten hələ tez idi onun üçün. Həm də ki, sonra bir 10-12 yaşına çatanda onda da bir namaz qılmaq, Quran oxumaq belə həvəsi oyandı. Təzə pirdə apardım. Bir Hacı Cəbrayıl vardı, Allah rəhmət eləsin. Onun yanında Quran dərsi çıxdı. Sonra başladı namaz qılmağa. Mən özüm də 5 dəfə Xorasanda İmam Rızanın ziyarətində, Məşəd ziyarətində olmuşam. Bəli, mən onu indi gəlim. Gəlmə. Nərmin, gəl görüş anıyla. Ben dersimi unuttum. Mama telefonumu verərsin. Bugün olmaz. Yox, olmasın. Ben dersimi Bağla qapını, qapını bağla. Samira lives in Baku, the capital of Azerbaijan. She is about to travel to Mecca in Saudi Arabia for the Hajj. But her own road to Hajj has been marked by years of pain and hardship. Ara verdim namaz qılmağa. 17-18 yaşınca qıldım. Sonra ərə gedəndən sonra, ailə qurandan sonra ara verdim. Ailə ilə alınmırdı. Ailə ilə alınmırdı. Yəni yoldaşım inanır, Allaha inanın. Yəni alınmadı. Ailə ilə alınmadı. Sonra yenə təzədən qayıtdım namaza 10 ildən sonra. Sonra qızlarım oldu, 2 dənə qızım oldu. Birinin 11 yaşı var, birinin 13 yaşı var. İkisi də namaz qılır. 5 ildir hicab bağlayıram. Despite her devotion to her family, Samira's relationship with her husband soured. After being together for 5 years, they eventually parted ways. Sonra ayrıldıq. Yəni səbəblər də o oldu ki, biri-birimizi başa düşmürdü. Yəni ki, o istək ki, sevgi ki var idi. Yəni onlar heç biri demək yox imiş. Mənim fikrimə görə yox imiş. Ayrıldıq. Hərdən gəlir, uşaqları görür. Yəni belə şərait yaradıram. Mən özümün də atam yoxdur. Mama ayrılıb ondan. Mənim 3 yaşım olanda anam ayrılıb. İndi hal-hazırda sağdır, ancaq demək olar ki, heç görmürük, bir-birimizi görmürük. Sonra bu evi anam aldı, Məhəlçən. Özünün evi var idi, satdı, buranı aldı. Yəni ki, şükür Allaha ki, öz evim vardı. Kirayədə qalmıram. İşləmədim, ayrılandan sonra işləmədim. Anam saxladı. Yəni çətin günlərim çox olub. Çox çətin günlər keçirmişəm. Yəni elə momentlər gəlib ki, heç yoldaşıma bir şey maraqlanmayıb ki, uşaqları nə ilə böyüdürsən, nə edirsən. Yəni bura köçən günün səhərisi günü mən aşağıda yıxılmışdım, qolum sınmışdı. İyi yoldaşım xəbər göndərib ki, mən onu qarğış eləmişim, mənim qarğışım tutub ona. Yəni o ümumiyyətlə düzgün fikir deyil. Qarğışla yaranmamışıq ki, qarğışla. Mən dedim ki, heç nə yox, bir dənə onu fikirləş ki, mən sən uşaqlarımın anasıyam. Pis də olsam, yaxşı da olsam, mən uşaqların anasıyam. Sən mənə qarğış eləyən, biz nə fikirləşirsən ki, mən olmasam, uşaqlara demək olar ki, heç bir şey, ata ananı əvəz eləyə bilməz, heç vaxtdır. According to an old saying, when the world knocks you down on your knees, you are in the perfect position to pray. This is just what Samira did. She found renewed strength in prayer. And she began to relish the hope of one day performing the pilgrimage to Mecca. İstək odur ki, məsələn, arzum olub ki, gedim. Yəni, mənim maaşımdan, o heç cür alınan şeydir, heç vaxt alınan şeydir. Fikirləşirdim ki, olacaq haçansı, yəni ki, o da bir möcüzə kimi olacaq ki, haçansı mənə nə qədər Allah pul yetirəcək, mən həcc ziyarətinə gedəcəm. Bir fikrimiz var idi ki, yəni anamgili köhnə həyət evlərində olurlar. Oralardakı haçansı plana düşəcəkdi, o puldan mən götürüb gedəcəydim. Yəni belə fikrim var idi ki, haçansı yəni qismət olsa mənə, yəni başqa cür alınmır, yəni ürəyimdə istək var. Maaşla da gedə bilərəm. Yəni bir şey ki, maaş alıram mən. Uşaqlarımın boğazından kəsirəm, həcc ziyarətinə gedirəm, o da günahdır. Performing the pilgrimage seemed an impossible dream for Samira. Although she earns a living as a housekeeping manager at a hotel, it would take her years to save up for the Hajj.
But fate was to intervene, in the form of a friend of her mother's who offered her the chance of a lifetime. Telefonda birinci zəng vurdu mənə. Anama deyib ki, biz Samirəni gələn il həcc ziyarətinə göndərəcəm. Anam mənə zəng vurdu, telefonda dedi. Ağladım, anam da ağladı, mən də ağladım. Sonra getdik həmin xanımın ziyarətinə, orada da söz açıldı. Dedi ki, biz hazırlaş ki, gələn il səni göndərir. Yenə də, yəni sözün düzü inanmadım. Ki, indi bir söz də deyib də, bəlkə də yadından çıxar, yəni nəsə. Sənədlər yığılan vaxtı zəng vurdu bizə, dedi ki, hazırlaş. Yəni, lazım olan şeyləri eləyirik, sən həcc ziyarətinə gedirsən. Sənədlərimi hazırladım, verdim. Allah qoysa, noyabrın 25-də inşallah yola düşürük. Salamatlı olsun. Brimming with anticipation, Samira prepares for the trip. Today, she is out to choose the special white garment she'll be wearing on the Hajj. İstəyəndə Azərbaycan bayraqlarla yapışırlar üstə. Dəsti 40 manata. 2 sumkası, bir kasinkası. Qalan qalsın. Bir də güzgün çıxartar bizdən mən baxım. Bilinmir, yox. Bilinmir. Prosto onu aşağıya girsən ki, görsən. Çox yaşayanlar.